Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Pensiya artımında vahid indeksasiya metoduna keçildi. Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanun, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır. Xəbərə doğru xəbər verir ki, yeni qanun pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edir. Qulluq stajına görə əlavə pensiyaçıların pensiyaları əgər bu vaxta qədər onların işləmiş olduqları sahələrdə əmək haqqı artımı olduqda artırdısa, bundan sonra həmin pensiyalar da digər pensiyalar kimi hər ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Nəticədə həmin şəxslərin pensiyalarında hər il artım baş verəcək.